və məhz bu tədbirlə bu xəstəlik Azərbaycanda nadir xəstəliklər bağlı münasibətdə məhz empati tələb edir. Çünki nadir xəstəliklər həkimlər üçün biraz çətin xəstəliklərdir. Yəni, həkimlər bilirlər. Çünki hansısa bir xəstəlik tez-tez rast gəlmişsə, onun həkimlər o xəstəliyin xüsusiyyətləri, onun erkən aşkarlanması daha rahat olur. Amma nadir bu kistik fibroz və digər nadir xəstəliklər nisbətən gec rast gəldiyinə görə. Məsələn, statistik məlumatlara görə hər 5000 nəfərdən biridə təqribən kistik fibroz xəstəliyi aşkar oluna bilər. Yəni, məsələn, Azərbaycanda illik doğum nisbəti təqribən 150 minə yaxındır. Bu da deməkdir ki, hər il 30 nəfərdə, ehtimalla 30 körpəmiz genetik olaraq kistik fibroz xəstəlikdən doğula bilər. Bu xəstəliklərin genetik xəstəlik olduğu üçün onların erkən aşkarlanması, yəni az öncə Barı doktorun dediyi kimi, daban testinin fasiləsiz mütəmadi və əhatəli şəkildə aparılması çox vacibdir ki, bu test vasitəsilə ilkin olaraq uşaqlarda bu xəstəliyin genetik olaraq diaqnozu qoyulsun və bu da təbii